Slide üçün elektron kaydırmaq üçün. Aha. PowerPoint-də susmaya görə olan faylın adı nədir? Presentation 1. Doğrudur. Close-un klaviatura qarşılığı. Close. Control F4. Aha. Registri dəyişmənin klaviatura qarşılığı. Register Shift F3 idi mənim. Doğrudur. Presentation-ın genişlənməsi necə adlanır? Genişlənmə PPTX. Şablon, Şablonu POTX. nümayiş rejimi. PPSX. Doğrudur. Excel-də necə idi bu birin genişlənməsi? Excel'də DOTX. Xeyr. Yox, o Word-də idi. O Word-də idi. XXLX LX belə bir şeydi. HLSX genişlənmədir. Hə, HLTX şablondur. şablonudur. PowerPoint-də vəziyyət sətrində və yaxud da ki, susmaya görə neçə görünüş rejimi var? 4 müəllimə. Deməli normal, slide sorter, reading view, bir də slide show. Hansı görünüş rejimidir ki, çap etmək olmaz? Slide show-nu çap eləmək olmur. Ctrl P-ni vuranda nə aktiv olur? Orada qələm aktiv olur. Doğrudur. Bəs hansı görünüş rejimidir ki, miqyas fərqlidir? Slide sorterdə fərqlidir, 20-200 arasıdır. 20-200 arası. Belə zoom-u nə qədərdir PowerPoint-in, yəni miqyası? 10-400. Normalı 14. da 100-dür susmaya görə. Doğrudur. Word-də neçə idi? 10-500 idi, normalı 100 idi. Excel-də Onda da 10-400, normalı 100. əsas struktur elementi nədir PowerPoint-in? PowerPoint-un slide. Excel-də Excel'də simvol. Yox, Word-lə səhv saldım. Word-də simvoldur. Excel-də xana. Hə, xana. Excel-də xana, Word-də simvol, PowerPoint-də də slide. Slide, bəli. İndi təqdimat slaydlardan təşkil olunur, slayd təqdimatlardan təşkil olunur. Təqdimat slaydlardan təşkil olunur mənim. Doğrudur. Printində neçə vərəq çap olunur? 1. Printində neçə vərəq çap olunur Güləbat? 16. 16. 9 vərəq. Word-də 16-dır. Excel-də də 1-dir. Təkrarla. Onları qarışdırıram. Hə, PowerPoint-da 9, 16 Word-də, Excel-də də 1 ədəd. Doğrudur. Seyvəzin klaviatura qarşılığı. Seyvəz deməli F12. Və seyvinki. Control S. Ctrl S. Seyvəzdə hansı dəyişikliklər edə bilərəm? Deməli adını, tipini dəyişmək olur, kod qoya bilərik, bir də yerini dəyişə bilərik sənədin. Doğrudur. Bir də müəllifini Azərs. Yəni hesab əlavə edib dəyişə bilirik. Bəli. Yazıda şriftin ölçüsü nə qədərdir? 896. Bəs belə susmaya görə Susmaya görə neçə idi? 11 idi deyəsən. 11-dir. Excel-dən Word-də neçə idi yazıda şriftin ölçüsü? 872, susmaya görə 11. Doğrudur. Yeni slayd əlavə etmənin yollarını da deyək Güləbat. Home-da new slide-la əlavə eləyə bilərik. Sonra insert-də var new slide. Bir də Ctrl N, Ctrl M. Bir də cari slaydın üstündə enter basanda yeni slayd yaranır. Hamısını düz dedin, amma birini dəyişik dedin. Ctrl M düyməsi yeni slayd əlavə edir. Bəs Ctrl N ilə olan nə edir?
O da əlavə eləmirdi. Kopyalayırdı. Cari O slaydlar yaradırdı. yeni slayd əlavə eləmirdi. Yeni təqdimat yaradırdı. Presentation 1-dəsən, Ctrl-N ilə, yəni New ilə. Presentation 2-ni yaradırsan. Bax, Ctrl-N yeni təqdimat yaradır. Hə, bəli. Ctrl-M yeni slayd yaradır. Hə, başa düşdüm mən. Onlar Elə bil dəyişik ki, qalmır. yeni pəncərə yaradır M. Ay sağ ol. Hə, bildim mən. Aynur, Bəli, müəllim. new slide əmrini nə bilərik ki, insert link tabına aiddir, yoxsa home link tabına? Əgər qrup şəklində olanda home-dadır, tək olanda insert-dədir. Insertdədir, doğrudur. Şəkillər, pictures-dir, foto albom əmrləridir. Bunlar hansı link tabına, hansı link qrupuna aiddir? Şəkillər insert-dədir, amma pictures-dədir. Amma o diaqramlar, çatları isə illustration-dadır. Pictures-də deyəndə, yəni images link qrupundadır. Bəli. Aydındır. Bəs diaqramlar Onlar illustration-dadır. doğrudur. Cədvəl əlavə etmək hansı link tabındadır? Ə, Biz Power-dan danışırıq. Bəli, Cədvəl əlavə etməkdirsə insert-də. insertdədir. Doğrudur. Yeni slayd yaratmağın yolları. Hı -hı. Bir dəfə kontekstdən enter düyməsini basırıq, olduğumuz slaydın üzərindən enter vururuq. Bir dənə Ctrl M-dir. Bir də home-dan giririk slides-da, orada new slide. O eyni funksiya insert-də də var. Insert link tabında da var. Bəs dublikat əlavə etmənin yolları. Slaydın Bəli. dublikatını yaratmaq istəyirəm. Necə əlavə edirəm? Orada da new-da yenə də slide-da duplicate eləyirdik, copy-dən eləyirdik duplicate, bir də Ctrl D eləyirdik. Yenə də insert-də də var idi. New slide-da duplicate var idi. Doğrudur. Slayda nömrə əlavə etmək. Hə, nömrə əlavə eləmək, Hansı link tabındadır? əlavə etmək insert-də. Insert link tabındadır. Hansı əmrlər vasitəsilə əlavə edirəm? Hı -hı. Nə? Bir dənəsi number setup idi deyəsən. Bir dənəsi. Yoxsa Slide səhv deyil. number, slayda nömrə əlavə etmək. Digər 2 dənə də əmr var idi. Data time, Bəli, hə, data time idi biri. Bir dənə də unutdum ya onların hamısını. header, footer. Hı, bəli. Deməli, hansı əmrlər oldu? Təkrar yap. Deməli, bir də photo oldu, data Ha. time oldu, bir də number slide oldu. Slide number. Slide. Save as-in klaviatura qarşılığı nə oldu? Save as F12. Aha. Find əmri, replace əmri, select əmrləri hansı lent tabındadır, hansı lent qrupundadır? Home lent tabındadır, editing lent qrupunda. Find'in klaviatura qarşılığı. Ctrl F. Find əmrini aktiv edəndə hansı pəncərə açılırdı? Navigation pane açılırdı. Navigation pane açılırdı. Replace'in klaviatura qarşılığı. Ctrl H idi. Düzdür. Mətni sağdan, soldan, mərkəzdən hər iki tərəfdən düzləndirmənin klaviatura qarşılıqları. Deməli, Ctrl L soldan, R sağdan, Ctrl Y mərkəz, bir də var idi Ctrl J, o da bərabərləşdirirdi hər iki tərəfini. Doğrudur. PowerPoint-də columns əmri var. Yəni işarəsi var. O işarə hansı lent qrupunda idi? O paragrafdaydı. Doğrudur. Hansı lent tabındadır? Nömrələnmə lent tab idi. Unuttum onu. Aynur, home lent tabındadır, yoxsa insert-də? Yox, home-dadır, paragrafda. Aysa, home lent tabında, paragraf lent qrupunda. Text direction əmri nə iş görür? Text direction mətnin istiqamətini dəyişir. Hansı lent qrupunda, hansı lent tabındadır əmr? O home-dadır, paragrafda.
Paragrafdadır. Bəs align text nə iş görürdü? O da eyni tabdadır, eyni lent qrupundadır. Ha, Mətni üstdən, o orta mərkəzdən yazır, bir də altdan yazır. doğrudur. Paste'in klaviatura qarşılığı nədir? Nəyi müəllim? Paste. Yapışdırmaq. Hə, yapışdırma, Ctrl V. Hansı lent qrupunda yerləşir o? Home-da yerləşir, clipboard-da. Clipboard-da. Mübadilə buferi neçə element tutur? 24. 24. Linkin klaviatura qarşılığını deyib, bir də link əmrini aktiv eləyəndə hansı pəncərə açılır? Mhm. Linkin K'ydı, Ctrl K, aktiv edəndə onu açılırdı. Oradan linkdə nə açılırdı? Hyperlink pəncərəsi. Hyperlink, bəli, hə, istinad açılırdı. Nələrə keçid eləyə bilərəm link vasitəsilə? Web sayta, e-maila, cari sənədə, yeni yaradılmış sənədə. Doğrudur. PowerPoint-in arxasını izah eləyirəm. Bilirsiniz də, bir link tabını izah eləyəcəm, sonra birinizdən ümumi soruşacağam. Ona görə də diqqətiniz dərsdə olsun. Bir də yaddan çıxmamış deyim, sabahlarım 7-nin yarısı uyğundur sizə əlavəyə. Mənə uyğundur müəllimə. Hər kəs uyğundur, yoldaşlar. Uyğundur. Bəli. Olar müəllimə. Tamam. Bəli. Zəhmət olmasa qrupada yazarsınız. Qoşulmayanlar bilər. İndi baxırıq dizayn lent tabına. Dizayn lent tabı bilirsiniz ki, bərbəzəklə bağlı, dekorativ işlərlə bağlı olan bir lent tabıdır. Buradan əsas suallar necə gəlir? Burada var bir tema lent qrupu, bir də var variant lent qrupu. Sual verir ki, tema ilə variant lent qrupları hansı lent tabında yerləşir? Yadda qalsın, tema ilə variant lent qrupları yerləşir dizayn lent tabında. Və dizayn lent tabında variant lent qrupunun içərisində belə bir şəkil var. Color, rəng, font, şriftlər, effektlər, bir də background stils, yəni arxa fon stilləri. Bu şəkli beləcə açır verir, bunun testində də var. İmtahana da düşübdür. Deyir ki, bu şəkil hansı lent qrupuna, hansı lent tabına aiddir? İndi diqqətli olun, variant lent qrupunun içərisindədir bu şəkil. Deməli, sual versə, deyəcək ki, variant lent qrupuna, dizayn lent tabına aiddir. Baxın, bu formada şəkli verir, lent qrupu, lent tabı soruşur. Əsas yadınızda qalan variant lent qrupunun içərisindədir və tema ilə variant lent qrupları aid oldu nəyə? Dizayn lent tabına. Daha sonra yadda qalsın Customize lent qrupu. Customize lent qrupunun içərisində slide size əmri var, bir də format background əmri var. Slide size əmrinlə format background əmrlərini Word-də watermark əmridir, page color'dır, page borders'dir. Bu əmrlərlə dəyişik salmayın. Çünki bəzən bu şəkli verir, lent qrupunu soruşur. Tələbə tutur cavab variantında götürür page background lent qrupu. Nədir? Burada format background əmri var. Onu dəyişik salır nə ilə? Word-ün dizaynında olan lent qrupu ilə. Ona görə dönə-dönə deyirəm, şəkli beyninizdə screenshot eləyin. Slide size əmrinlə format background əmri yerləşdi hansı lent qrupunda? Customize lent qrupunda. Slide size əmrinin içərisində var custom slide size. Burada belə bir pəncərə açılır. Eynən bu pəncərəni sizin imtahana saldığı olubdur. Deyir ki, burada with, hide, number slides from əmrləri nə iş görür? Deyəndə ki, slaydın enini
artırıb azaltmaq üçün istifadə olunan əmr hansıdır? Biləcəyik ki, with əmridir. With n deməkdir. Desək ki, slaydın hündürlüyünü artırıb azaltmaq üçün olan əmr deyəcək ki, height əmridir. İndi bundan və slides from-da diqqətli olduq, çaşdırır. Əgər desək ki, slaydıma nömrəni hansı əmr vasitəsilə əlavə eləyirəm? Slayda nömrə əlavə etmək. O zaman deyəcək ki, slides number əmridir. Bəs slide number əmrindən başqa digər hansı əmrlər var? Hə, o zaman götürürdük header, footer, bir də ki, data time. Amma indi sualın qoyuluşuna fikir verin. Desək ki, slaydın başlanğıc nömrəsini təyin etmək istəyirəm. Slaydın başlanğıc nömrəsini təyin etmək deyəndə number slides from-dur. Slaydım neçənci nömrədən başlanılır, nümayiş olunsun. Yəni, slaydın başlanğıc nömrəsi desə, number slides from-dur. Bu hansı əmrin içərisində yerləşdi? Slide size-ın içərisində yerləşdi. Baxın, sualın qoyuluşuna fikir verin. Desək ki, slayda nömrə əlavə etmək hansı əmrdir? Slide number əmridir. Amma slaydın başlanğıcını təyin etmək, başlanğıc sözünü işlətsə, deyirik ki, design length tabı, slide size əmri, bu əmrin içərisində var number slides from. Bununla slaydın başlanğıc nömrəsini təyin edirəm. Dəfələrlə düşübdür və tələbələri çaşdırıbdır, ona görə də diqqətli olaq. Daha sonra var format background əmri. Format background əmri arxa fon üslublarını yaratmaqdır. Bunu da bu tipdə belə yazılar verir və soruşur ki, hansı əmrə aiddir? Deyərsiniz ki, format background əmrinə aiddir. Soruşda ki, hansı lent qrupudur? O zaman deyərsiniz ki, customize lent qrupudur. Bəzən tələbə deyir ki, bu drawing lent qrupuna da aid olar. Xeyr, iminli belə bir şəkil customize lent qrupundadır. Format background əmrinin içərisində. Arxa fon üslublarını yaratmaq üçün nəzərdə tutulan əmrdir. Bir də başdan götürürəm. Tema ilə variant lent qrupları oldu design lent tabının içərisində. Əgər bu tipdə şəkil versə, rəngdir, şriftdir, effektdir, arxa fon stilləridir. Desək ki, hansı lent qrupudur? Variant lent qrupu. Hansı lent tabıdır? Design. Daha sonra var slide size əmri, format background əmrləri yerləşdi customize lent qrupunda. Desəm ki, slaydın başlanğıc nömrəsi hardan təyin olunur? Deyərsiniz ki, slide size əmrinin içərisində var number slides from. Başlanğıc nömrəni təyin etdi. Desəm ki, slaydın arxa fon üslublarını yaratmaq üçün hansı əmrdən istifadə edirəm? Format background əmrindən istifadə edirəm. Hər iki əmr, istər slide size, istərsə də format background əmrləri yerləşdi hansı lent qrupunda? Customize lent qrupunda. Daha sonra fikir veririk, transition lent tabı var, bir də animation lent tabı var. İndi sualın qoyuluşuna fikir verək. Desək ki, slayda effekt vermək istəyirəm, yəni hərəkət vermək istəyirəm. Hansı lent tabı vasitəsilə olur? Deyəcək ki, transition lent tabı. Bəs desək ki, slaydın obyektinə hərəkət vermək istəyirəm. Əgər obyekt sözü işlətsə, olacaqdır animations lent tabında. Deməli, slayda effekti verdim transition lent tabından. Slaydın obyektinə hərəkət verdim animations lent tabından. Transitiondan nə düşür? Transitionın içərisində hərəkət effektləri var. Yəni, cari slaydıma verdiyim hərəkət effektləri. Həmin hərəkət effektləri 3 cürdür. Biri var subtle, zərif, exciting, həyəcanlı. Biri də var dynamic content, yəni dinamik məzmunlu. Bunun içərisində olan bu hərəkət effektlərini əzbərləməyə ehtiyac yoxdur. Yəni, çox mənasız bir şeydir. Sadəcə yadınızda qalsın ki, cari slayda
hansı hərəkət effektləri verilir? 3 cür. Zərif və ingilis dilində olan yazı ilə də yadınızda qalsın, belə düşürsə. Subtle, zərif, exciting, həyəcanlı, dinamik content, dinamik məzmunlu. Və yadınızda qalsın bu şəklin işarəsi. Transition lent tabında belə bir şəkil verilir və yaxud da ki, fərqli bunlardan hər hansı bir şəkil. Soruşur ki, hansı lent tabına aiddir? Göy formada bu tipdə şəkillər görsəniz, sadəcə rəngi belə göy. Biləsiniz ki, transitions lent tabına aiddir. Baxın, bu formada göy şəkillər görsəz, lent tabını soruşsa, transitions lent tabına aiddir. Mən hər hansı bir effekt verirəm slayda. Bir dəqiqə. Burada preview görürsünüz ki, solğun rəngdədir. Bunu belə solğun rəngdə də sizdə imtahanda sual verir ki, nəyə görə bu əmr solğun rəngdədir? O zaman deyəsiniz ki, çünki slaydımda hərəkət yoxdur. Mən gətirib buradan hər hansı bir hərəkət verdiyim zaman görürsünüz ki, bunun rəngi tündləşir. Yəni o deməkdir ki, sənin slaydında hərəkət var. Slayda ön baxmaq üçün olan əmr hansıdır desə, preview əmridir. Preview slayda ön baxışdır. Yəni buradan verdiyin effektə baxmaq istəyirsən. Daha sonra, əgər slayda hərəkət varsa da, istər transitions lent tabında, istərsə də animation lent tabında, həmin slaydın nömrəsinin altına ulduz işarəsi düşür. Sizdə belə slaydlar verir imtahanda. Soruşur ki, bu slaydlardan hansında hərəkət var? Əgər slaydın nömrəsinin altında ulduz işarəsi varsa da, deməli, həmin slaydlarda hərəkət var deməkdir. Bu həm transitions lent tabında da belədir, animation lent tabında da bu cürdür. Daha sonra burada var effect options. Desək ki, effect options nə iş görür? Keçid effektinin istiqamətini müəyyən edir. Yəni vertikal, horizontal, şaquli və yaxud da ki, üfüqi formada. Keçid effektlərinin istiqamətini müəyyən edir. Hansı əmrdir desə, effect options əmridir. Baxın, bura qədər təkrarlayıram bir də. Transitions oldu nə? Slayda hərəkət vermək üçün olan lent tabı. Transitionda cari slaydıma 3 cürə hərəkət verdim. Subtle, zərif, exciting, həyəcanlı, dinamik kontentdəki dinamik məzmunlu. Dedim, əgər belə göy şəkil versə, hansı lent tabına aiddir soruşsa, transitions lent tabına aiddir. Bu preview'nun rəngi solğun şəkildə olsa, desək ki, nəyə görə solğundur? Deyəcəm, çünki slaydımda hərəkət yoxdur. Slayda hərəkət verdiyim zaman bunun rəngi də tündləşdi. Yaxşı, bəs bu əmr nə üçün istifadə olundu? Slaydıma ön baxış baxmaq üçün. Yəni, verdiyim hərəkət effektinə ön baxış baxıram ki, hansı effekti vermişəm. Daha sonra effect options əmridir. Buradan da ki, keçid istiqamətlərini müəyyən etmək üçün. Və yaxud da ki, desək ki, nədən bilərəm ki, slaydımda hərəkət var, effekt var? O zaman deyəcəm ki, slaydımın nömrəsinin altında ulduz işarəsi olanda, o deməkdir ki, slaydımda hərəkət var. Daha sonra burada var timing lent qrupu. Timing lent qrupu həm transitions lent tabında yerləşir, həm də animations lent tabında da var timing. Sizdə şəkli necə ayırd edək ki, bu timing lent qrupunu versə, bu transition lent tabına mı aiddir, yoxsa animation lent tabına aiddir? Baxın, animationda, timingində startla başlanan əmrdir. Start. Amma transition lent tabında soundla başlanır və yaxud da ki, apply to all əmri var. Buradan tuta bilərik ki, deməli bu şəkil, timing lent qrupu aiddir nəyə? Transition lent tabına.
Yenə deyirəm. Əgər sound əmrini versə, transition let tabına aiddir. Əgər start əmrini və yaxud da ki, delay əmrini versə, animation let tabına aiddir. Dəfələrlə salıbdır və əksər tələbə də dəyişik salır. Çünki hər ikisində timing lent qrupu var. Sadəcə açar sözlər bunlardır. Bu yerlərində diqqətli olaq. Sound əmri desən nə iş görür? Səs effektlərini müəyyən etmək üçün nəzərdə tutulubdur. Yəni, keçid effektlərinə səs əlavə edir. Slaydı səslidir. Daha sonra var duration. Duration zamandır. Yəni, bir slayddan digər slayda keçmək üçün vaxtı müəyyən edir. After əmri nümayiş vaxtını müəyyən edir. Baxın, yadınızda qalsın ki, duration əmri keçid müddətini müəyyən eləyir. Amma after əmri nümayiş müddətini müəyyən eləyir. Burada var apply to all əmri. Apply to all nə deməkdir? Yəni, slaydıma verdiyim səs və keçid vaxtı bütün slaydlarda olsun. Deməli, sound əmri nə üçün istifadə olundu? Nə üçün istifadə olundu sound Slide əmri? koymaq üçün. Ay, saturation, Vaxt müəyyən eləyir. Keçid vaxtı. keçid vaxtını. After nə üçün idi? Nümayiş müddəti. Nümayiş müddətini müəyyən edir. Apply to all, Bütün hamısına Həm aid keçid edir də yəni. keçid müddətini bütün slaydlara aid edir. Nə bilərik ki, timing length qrupu transition length tabına aiddir, yoxsa animation-a? soundla olanda transition-a, startla olanda animation-a. Bir də apply to ilə də o da transition-a aiddir. Doğrudur. Delay olsa, misal üçün startı vermədi. Delay versə, Animation-da. animation aiddir. Aydındır? Müşan, Bəli, müəllimə. slide size əmri hansı lent tabında yerləşdi? Hansı lent qrupunda yerləşdi? Bir dəqiqə adapteri gətirin. Slide size insert-də idi. Xeyr, Müşan. Fərqlərini dedim. Hə, design-da müəllimə. Dizaynda. Hansı lent qrupunda? Design-da customize. Customized. Doğrudur. Tema ilə variant lent qrupları hansı lent tabında oldu? Onlar da design-da. Onlar da dizaynda. Slayda nömrə əlavə etmənin yolları. Daha doğrusu Deməli, hansı əmrlər vasitəsilə olunur? birinci slide number əmri vasitəsilə əlavə etmək olar. Aha. Sonra data time, bir də ki header footer əmri vasitəsilə. Doğrudur. İndi slaydın başlanğıc nömrəsini təyin etmək istəyirəm. Slaydın başlanğıc nömrəsini isə design lent tabında. Dizayn lent Slide tabında. slide number əmri vasitəsilə. Nəyin Slide size, içərisində idi? Number slides from. Nəyin içərisində idi? size slide onun içərisində idi. Slide size-ın içərisində number slides Və from. slide from bəli. Müjgan, şəkildir, screenshotdur, foto albom əmrləridir. Hansı lent qrupunda yerləşdi? Demək, insert lent tabında images lent qrupunda. Bəs fiqur diaqram olan əmrlər hansı lent qrupunda O oldu? da insert lent tabı illustrations lent qrupu. Doğrudur. Word art əmri nə üçün nəzərdə tutulubdu? Word art müxtəlif formalar verir yazıya. Xüsusi formalı yazı əlavə edir Yazı. Word art əmri ilə. Riyazi ifadə düstur hansı əmrdir, hansı lent tabıdır? O da insertdədir, symbols əmrində. Symbols lent qrupunda. Doğrudur. PowerPoint-də hansı görünüş rejimi idi ki, onun miqyası fərqli idi? Slide sorter 20-200 arası idi miqyası. Hansı görünüş rejimində çap etmək olmurdu? Slide show'da qələm aktiv olurdu. Doğrudur.
Müjgan, bu formada verilsə, desək ki, bu hansı görünüş rejiminə aiddir bu slayd bu formada? Hansı görünüş rejimi olar? Bu normal görünüş rejimindədir. Doğrudur. Close-un klaviatura qarşılığı Ctrl F4. Ctrl F4. Registri dəyişməyin. Registri dəyişməyin içərisində olan əmrlər hansılardır? Sentence case'dir, uppercase'dir, lowercase'dir, capitalize each words'dir, bir də toggle case'dir. Registri dəyişmək hansı lent qrupuna aiddir? Hansı lent tabına aiddir? Deməli, home lent tabında font lent qrupundaydı. Doğrudur. Replace əmrini aktiv eləyəndə hansı pəncərə açıldı? Find and replace. Klaviatura qarşılığı Ctrl H. Ctrl H. Hansı lent qrupunda yerləşir? O da home lent qrupu, home lent tabı, editing lent qrupu. Doğrudur. Transition'da cari slaydıma neçə cürə effekt verə bilərdim və hansılardır? Effect. Birini mən deyim, subtle, zərif. Subtle, exciting, bir də dynamic content. Desəm indi cari slaydıma transition'da neçə cürə hərəkət verdim? 3 cür. Hansılar oldu? Deməli, subtle, exciting, bir də dynamic content. Dinamik content. Slaydıma ön baxış baxmaq üçün olan əmr. Preview. Preview. Nə bilərsən ki, slaydda hərəkət var? Yəni effekt var. Sol renkli olur da, effekt olmayanda solğun olur renklər. Slaydın nömrəsinin Ulduz altında nömrəsinin altında ulduz işarəsi olur. ulduz işarəsi olur. Timing lent qrupunda sound əmri nə iş gördü? Səs effekti verir. Səs effektləri verir. Bəs duration nə iş gördü? Ee, Keçidə verdi, yoxsa bir- nümayişə? Bil ki, bir slayddan digər slayda keçid vaxtını müəyyən edir. Düzdür. Bəs after? After isə nümayiş müddətini müəyyən edir. Doğrudur. İndi baxırıq animation-a. Müjgan, effect options nə iş görmüşdü? Effect options keçid istiqamətlərini müəyyən edirdi. Doğrudur. Dedik ki, slaydın obyektinə hərəkət deyəndə animation lent tabına aid oldu. Amma slayda deyəndə transition lent tabına aiddir. İndi burada nəyə nəzər eləyəcəyik? Əgər belə yaşıl şəkildə ulduzlar versə, bu şəkillər düşübdür. Aiddir animation lent tabına. Baxın, belə yaşlı şəkildə ulduzlar versə, aiddir nəyə? Animation lent tabına. Amma əgər belə göy formada versəydi, aid idi nəyə? Transition lent tabına. Animationda da slayda ön baxış baxmaq üçün olan əmr preview əmridir. Bəs indi animationda cari slaydıma neçə cürə hərəkət effekti verə bilirəm? 4 cürə. Hansılar idi? Entrance, giriş, exit, çıxış, emphasis, vurğu, motion pass, hərəkət yolları. Fikrimizi cəmləşdirək. Transitionda hərəkət effektlərini soruşsa 3 cürə idi. Subtle, zərif, dinamik content, dinamik məzmunlu, exciting də həyəcanlı. Amma animationda hərəkət effektlərini soruşsa entrance, giriş, emphasis, vurğu, exit, çıxış, motion pass'dəki hərəkət yolları. 3 cürə effekt oldu transitionda. 4 cürə effekt oldu nədə? Animation lent tabında. Buradan hər hansı bir effekt verdiyim zaman yenə də preview aktiv olur. Və yenə də slaydın nömrəsinin altında ulduz işarəsi aktiv olur. Yəni, istər transitionda, istərsə də animationda effekt verdiyin zaman slayda
Slaydın nömrəsinin altına ulduz işarəsi düşür. Kiminsə sualı var, desin. Burada yenə həmin qayda Effect Options slayda verilən effektlərin istiqamətini müəyyən etmək üçün nəzərdə tutulubdur. Keçid effektlərinin istiqamətlərini müəyyən edir. Yenə də bu effektlərə baxmaq üçün preview əmrindən istifadə eləyirəm. Daha sonra burada var nə? Animation Pane. Desək ki, Animation Pane nə iş görür? Cari slaydım üçün animasiya paneli açır. Yəni, hansı slaydımdakı hərəkət var, obyektimdə daha doğrusu, hərəkət ki var, həmin hərəkəti burada göstərir. Misal üçün, birinci slaydımda hərəkət var və ulduz işarəsi düşübdür. Mən istəsəm buradan onun vaxtını müəyyən edirəm, vaxtını gizlədirəm, effekt istiqamətlərini müəyyən edirəm və yaxud da ki, remove əmrinlə həmin bu verilən Animation Pane-dəki hərəkəti silə bilirəm. Yəni, cari slaydım üçün animasiya paneli açır. Hansı əmr? Animation Pane əmri. Trigger əmri nə iş görür desə, animasiya üçün xüsusi başlanma şərtidir. Xüsusi başlanma şərti. Bu işarəni görsəniz, xüsusi başlanma şərtini müəyyən edir. Biri də var nə? Animation Paint-ə. Bu süpürgə işarəsi bizə tanışdır nədən? Format Paint-ə əmrindən. Nə iş görürdü? Mətndə olan müəyyən fraqmenti, yəni müəyyən bir hissəni digər bir obyektə köçürmək üçün nəzərdə tutulmuşdu. Burada da seçilmiş obyektin animasiya effektini başqa bir obyektə köçürmək üçün nəzərdə tutulubdur. Yəni, bir slaydında olan obyekti animasiya effektini digər obyektə köçürür. Hansı əmr? Animation Paint-ə əmri. Yəni, istər Animation Paint desin. Nə iş gördü? Animasiya paneli açdı. Animasiya panelində nə iş gördüm mən? Obyektimə verilən, yəni slaydıma verilən hərəkəti burada gördüm. O hərəkətə vaxt əlavə elədim, vaxtını gizlətdim və yaxud da ki, verilən hərəkəti remove vasitəsilə